Rapçi Anar Nağılbazlı anası bir dəhşətli bir açıqlamadır bu əslində. Sıradan bir açıqlama deyil. Qeyd edib ki, Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar. Bu qadın həyəcan təbili çalır və nə baş verir əslində, bax bunları diqqətə çatdıraq. İrəliyən dəqiqələrdə isə digər məlumatlarla da sizi tanış edəcəyik. Canlı yayınımızı bizi YouTube üzərindən izləyən izləyicilər kanalı canlı yayımı bəyənin və kanala abunə ola bilərsiniz. Cəmi 7 nəfər hələ ki canlını bəyənib. Orada bəyənmək düyməsi var. Bir dəfə üzərinə vura bilərsiniz hər kəs. Və deməli, mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva Space televiziyasında yayımlanan Tarixin Bir Günü verilişində deməli, müsahibəsində qeyd edib ki, o vaxt oğlumun ölümünə cəhd etdilər. İndi də eyni şeyi nəvəm Tamerlana etmək istəyirlər. Cəbiyeva bildirib ki, hazırda nəvəsinə qarşı təzyiq göstərirlər, oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar. Anarın ailəsinin dağılmasında da böyük rol oynadılar. Anarı məhv etməyə çalışdılar, çox istifadə etdilər. Anar depressiyaya düşəndə tək qaldı, onun yayılan videosunu da qurama olaraq təşkil etmişdilər. Anarın beləcə qəsdinə durdular, onu da nə məqsədlə edib edən şəxs özü yaxşı bilir. Tamerlan replər ifa edir, həvəskar şəkildə bu işlə məşğuldur. Düşünmüşdüm ki, illər keçib artıq hər şey unudulub, amma yox. İndi eyni şeyləri Tamerlan yaşamağa başlayıb, indi Tamerlana zənglər edirlər. Mən oğlumun ətrini Tamerlandan alıram. Xahiş edirəm, Anarın o videosunu portallardan silsinlər. Qeyd edək ki, Anar Nağılbaz 2018-ci ildə 44 yaşında vəfat edib və bu yaşlı qadının, necə deyərlər, o naləsini, ondan sonra çağırışlarını başa düşmək olar. Çünki gənc yaşda bir oğlunu itirib və indi Anarın oğlu Tamerlanın təxminən bir 16-17, bəlkə biraz da daha böyük olar, bu yaşlarındadır və özünün dediyi kimi oğlunun ətrini nəvəsindən almağa çalışır. Allah heç bir anıya göstərməsin belə bir vəziyyəti və indiki halda da bu qadın yəqin ki, nəysə hiss eləyir ki, belə bir deyərlər, çıxış eləməyə məcbur qalıb. Çünki mən bu vaxta qədər Anar Nağılbazdan aslında ümumiyyətlə nə mediada, nə saytlarda heç bir yerə müsahibəsini görməmişəm və ilk dəfədir bax bu belə bir müsahibə ilə necə deyərlər rastlaşıram.